Hər birinizi salamlayıram. Bugün paylaşdığım bir sualın izahını verəcəm. Sualımıza baxaq. Hansı mürəkkəb cümlənin aslı cümləsi sadələşməyən tabeli mürəkkəb cümlədir? Şərtdə bizdən cümlənin həm mürəkkəb cümlə olması, həm də həmin mürəkkəb cümlənin aslı cümləsi, yəni budaq cümləsinin sadələşməyən tabeli mürəkkəb cümlədən təşkil olunması tələb olunur. A variantına baxaq. Dediyi ilə razılaşsa da heç rahat deyildi. Bu cümlə tabeli mürəkkəb cümlədir. Bu tabeli mürəkkəb cümlənin budaq cümləsi baş cümləyə saat, S şəkilçisi və da ədatı ilə bağlanmışdır. Belə halda əvvəl budaq, sonra baş cümlə gələcəkdir. Və bu tabeli mürəkkəb cümlənin budaq cümləsi dediyi ilə razılaşsa cümləsidir. Bu cümlə quruluşca sadə cümlədir. Ona görə də A variantı testimizin düzgün cavab variantı ola bilməz. B. Anladım ki, üzülməyə ehtiyac yoxdur. Belə olmalıymış. Bu cümlə tabeli mürəkkəb cümlədir. Bu tabeli mürəkkəb cümlənin birinci cümləsi anladım ki, nəyi anladım? Sual tələb etdiyi üçün əvvəl baş, sonra budaq cümlə gələcəkdir. Tabeli mürəkkəb cümlənin budaq cümləsi üzülməyə ehtiyac yoxdur. Belə olmalıymış cümləsidir. Bu cümlə quruluşca mürəkkəbdir, amma tabesiz mürəkkəb cümlədir. Ona görə B variantı da şərtimizin tələbini ödəmir. C. Qəbul oldunmu? İlk öncə mənə xəbər edərsən. Sonra sənə bəzi məlumatları çatdıraram. Bu tabeli mürəkkəb cümlədə M sual ədatı əlaqə vasitəsi kimi çıxış etmişdir. M sual ədatı tabeli mürəkkəb cümlədə budaq cümləni baş cümləyə bağladıqda əvvəl budaq, sonra baş cümlə gələcəkdir. Deməli, tabeli mürəkkəb cümlənin budaq cümləsi qəbul oldunmu cümləsidir. Bu cümlə quruluşca sadə cümlədir. Ona görə C variantını da götürmürük. D. Bilirsənmi? Nəyi bilirsən? Bu cümlə sual tələb eləyir. Həm də fikir versək görərik ki, M ədatı işlənsə də sual məzmununu qoruyub saxlayır. M ədatı o zaman əlaqə vasitəsi kimi çıxış edir ki, sual məzmunu ifadə etməsin. Bu cümlədə M sual ədatı sual məzmunu ifadə etdiyi üçün əlaqə vasitəsi kimi çıxış etməyib. Bilirsənmi? Nəyi bilirsən? Yəni birinci cümlə sual tələb etdiyi üçün əvvəl baş, sonra budaq cümlə gələcək. Bu tabeli mürəkkəb cümlənin budaq cümləsi belə olsa daha səninlə danışmayacaq cümləsidir. Bu cümlə özü də tabeli mürəkkəb cümlədir. Və tabeli mürəkkəb cümlənin budaq cümləsi baş cümləyə sasə şəkilçisi ilə bağlanmışdır. Bu cümlə şərt budaq cümləli tabeli mürəkkəb cümlədir və sadələşmir. Ona görə də mürəkkəb cümlənin budaq cümləsi sadələşməyən tabeli mürəkkəb cümlədən təşkil olunduğu üçün testimizin düzgün cavab variantı D variantı olacaq. E. Əgər bu mövzuda çətinlik çəksən, yaxınlıqdakı müəllimlə əlaqə saxlaya bilərsən. Bu tabeli mürəkkəb cümlədə budaq cümlə baş cümləyə əgər bağlayıcısı və S feilin şərt şəklinin əlaməti ilə bağlanmışdır. Bu halda əvvəl budaq, sonra baş cümlə gələcəkdir. Bu tabeli mürəkkəb cümlənin budaq cümləsi əgər bu mövzuda çətinlik çəksən cümləsidir və bu cümlədə quruluşca sadə cümlədir. Ona görə E variantı da şərtin tələbini ödəmədiyi üçün götürmürük. Testimizin düzgün cavab variantı D variantı olacaq.